uşaqlarda əslində körpə vaxtı, xüsusən də ilk 1 yaşda təkrarlanan bronxolitləri olan, yəni təmas edərək ki, belə uşaqlar adətən kimdənsə yoluxur. Xüsusilə də özündən böyük bağça və ya məktəbə gedən qardaş və ya bacısı olan uşaqlar, körpələr. Bunlar çox infeksiya ilə təmas etdiyinə görə tez-tez tənəffüs yolu infeksiyalarına yoluxursa, tez-tez bronxolit olursa, bu uşaqlar gələcəkdə bəli, allergiya və asma riski daşıya bilir. Ona görə belə uşaqları infeksiyalardan qorumaq lazımdır. Xüsusən də kollektivə gedən qardaş və ya bacısı olan uşaqların peyvəndli olmasına diqqət eləmək lazımdır. Bu körpələrin 6 ayını keçdisə, mövsümə uyğun qrip peyvəndi ilə peyvəndlənməsi, eyni zamanda uşaqda artıq bu yaşdan etibarən hər hansı bir allergiya, immuniteti zəiflədən hər hansı bir xroniki xəstəliyin olub-olmamasına diqqət eləməliyik ki, məsələn, qan azlığı varmı, dəmir mikroelement azlığı varmı ki, varsa bunlar immuniteti aşağı olur və xəstəliklərə daha yatkın olur. Bu əlamətlərin olub-olmamasına diqqət eləməliyik ki, bu uşaq tez-tez xəstələnməsin və gələcəkdə də allergiya və asma riski daşımasın.